Dostlar salam. Bu videoda 3 metr 80 santimetrlik vakuumlu işıq dayağına baxırıq. Bu dayağın əsas özəlliyi rahatlıq və təhlükəsizliyi özündə birləşdirməsidir. Yəni vakuumlu sistemdir bu. Air cushion da deyirik biz buna bəzən. Buna bir baxın. Bu sistem özü dayağa xüsusi bir hava qatır. Diqqətlə baxın. Üzərindəki avadanlığın ağırlığı nə qədər olur olsun, fərqi yoxdur. Dayaq eyni sürətlə sabit şəkildə təhlükəsiz formada yığılır. Bu modelin borularının qalınlığı böyükdən kiçiyə ardıcıl olaraq 40 mm, 35 mm, 30 və 25 mm-dir və bu da onu daha dözümlü edir və daha ağır edir. Bu dayağın üzərində biz 120 sm-ə qədər softboxları çox rahatlıqla istifadə edə bilərik. Hündürlüyümüz isə 3 metr 80 sm-ə qədər uzana bilir. Hardasa 4 metr demək olar buna. Baş hissəsi spigotdur, dəyişə bilir. Yəni həm 4də 1, həm də 8də 3 düyüm vintdir. İstənilən işıq və ya aksesuarı bağlamaq mümkündür. Hətta biz bu spigotu istəyə görə həm horizontal, həm də vertikal formada yerləşdirib işıqlarımızı təyinata uyğun olaraq bağlayıb istifadə edə bilərik. Bu dayağın kilid mexanizmləri də digərlərindən fərqlənir. Buralarda əyləc diskləri istifadə olunub ki, onun sayəsində də üzərindəki ağırlıq neçə kilo olur olsun, əyləc diskləri sıxır, onu buraxmır. Digərlərində bağlanma nöqtəsi burdandır. Bu modeldə isə birbaşa borunun özünü sıxır əyləc diski və bunu həm uzun ömürlü edir, həm də daha dözümlü edir. Dayağın materialı isə tamamilə alüminiumdan hazırlanıb. Heç bir plastik element yoxdur. İstər ayaqlarda, istər borularda, istər bağlantı nöqtələrində heç bir plastik element yoxdur. Tam alüminium materialdan hazırlanmış dayaqdır. Lakin dostlar, yenə də digər ayaqlarda olduğu kimi, əgər bu modeli almısansa, istifadə edirsənsə, üzərinə işıq qoyacaqsan, softbox qoyacaqsan, təyinatına asılı olmayaraq məsləhət görülür ki, digər dayaqlarda olduğu kimi ilk növbədə ən qalın hissədən açmağa başlayasan. Çünki bu zaman dayağımız daha möhkəm olur və daha dözümlü olur. Misal üçün, bizə lazım olan hündürlük 2 metrdirsə, biz həmin o 2 metri bu hissələrdən əldə edə bilərik. Daha nazik olan hissələri ən sona saxlayırıq. Ehtiyac yoxdursa, bu hissələri açmırıq. Bu qayda dəyişməzdir. Bütün dayaqlarda bu formada tətbiq olunur. Ayaq genişliyimiz də həmçinin üzərinə qoyduğumuz texnikanın ağırlığına görə və onun ağırlığı mərkəzinə görə seçilir. Nə qədər çox ağır və ağırlıq mərkəzdən kənara qaçan avadanlıq istifadə ediriksə, ayaqlarımızı bir o qədər geniş açırıq. Yox, daha yüngül avadanlıq istifadə olunursa və dar məkanda çəkiliş aparırıqsa, ayaqları yığıb daha kompakt bir hissəyə gətirmək olar. Bu dayağın əsas üstünlüklərindən biri də ayaqların çox geniş ölçüdə açıla bilməsidir ki, bu da onu daha stabil edir. Bu qədər dostlar, videonun sonuna gəldik, çatdıq. Digər dayaqlarımız, ümumiyyətlə ştativlər, işıq sistemi və digər avadanlıqlarla bağlı videoları izləmək sizə maraqlıdırsa, aşağıda link qoyuruq. Həmin o linklərdən keçid edib digər videolara baxa bilərsiniz. Maraqlı gəlsə kanala abunə olub videonu bəyənə bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.